əziz izləyicilərim, sizə bu günləri dietik çörək bişirəcəm. Bizə lazım olan ərzaqlar, əsas bizə lazım olan ərzaqlar əfsiyankadır, yulaf çöpəyidir, sonra süddür, sonra 2 yumurtadır, duz zövqə görə, 3 çay qaşığı chia toxumu, 1 çay qaşığı çayına soda. Sonra qarışdırmağa bizə blender lazım olacaq. İzləyicilər, indi hazırlanma qaydasını göstərəcəm. 10 xörək qaşığı yulaf çöpəyi, yəni yulaf əzməsi, 1, 2, 3, 4, 5, 6, 7, 8, 8 əlavə edək, 9, 10. Əlavə etdikdən sonra ona yumurtalarımızı əlavə edəcəyik. Yumurta əlavə edirik. Sonra duz əlavə edirik. Zövqə görə. Ondan sonra biz ora sodamızı əlavə edirik. Soda deyəndə qabartma tozu da əlavə etmək olar. Mən qabartma tozunu əlavə edirəm. Yəni soda da əlavə etmək olar. Mən qabartma tozu əlavə edirəm. Səpirik. Sonra 3 xörək qaşığı chia toxumu, ən sonda isə sonra qarışdırırıq. Süt əlavə edirik. 1 stəkan su kifayətdir. Əlavə edirik. Və biraz əlavə etdikdən sonra bir 10 dəqiqədən sonra yəni bunu blenderdən çəkəcəyik. 10 dəqiqə fasilədən sonra sizinlə yəni blenderdən hazırlayıb çəkib sizə göstərəcəm. İndi biz onu blenderlə yaxşıca və biz ona silikon, belə bir silikon qablardan istifadə edirik ki, yəni yapışmasın. O yüzden deməli 1, 2, 3, 8 silikon qabdan istifadə edəcəyik. Kəndimizin duruluğu belə olur. Belə olur. Tam doldurmuruq. Artıq listə yığdıq. Şöyle bax, belə duxovkaya 180 dərəcədə pişirəcək inşallah. Yəni vanfodla pişməlidir. Çox pişməlidir, qızaran açıq, qızaran açıq. Əziz izləyicilər, artıq çörəklərimiz hazırdır. Çox gözəl çörəklərimiz çıxıb. İsti olduğu üçün baxa bilmirəm, amma biraz soğusun sizə göstərəcəm. Artıq birini çıxartdım, çox gözəl pişib. Çox dadlı görünür. Çok güzeldir. Qəşəngdir. Mizliyi yoxdur. Yaxşı pişib.
Artıq altı da qızarıb, üstü də qızarıb. Bir də çox xahiş edirəm, izlədinizsə abunə olmağı, like etməyi unutmayın ki, mən də gözəl menülarla sizin qarşınıza gəlim. Çox sağ olun. Hər birinizə nuş olsun.